Axşamınız Nəhayət, xeyir. axşamınız xeyir. Kimin imkanı varsa öz kameralarınızı açın. Burada yalnız qadınlardır, tutorlardır və daha yaxından bir-birimizlə təmasda olmağa çalışaq. Bugünkü görüşümüzün məqsədi əslində hər dəfə biz belə bir görüş təşkil edirik. Bizim əsas kursumuz bitəndən sonra. İndi kursumuzun bitməyinə bir neçə dərs qalıb və əgər eşitdisə, sonuncu dərsdə artıq müəllimlərimiz praktiki Kabaladan danışırdılar ki, bu artıq sizin növbəti etapınızdır. Aynur yazıb ki, birazdan açacağım. Oldu Aynur, nə vaxt imkanın var? Ee, Biz şad olarıq əgər kamera açılsa. Və biz biraz burada sizə bu barədə danışmaq istəyirik. Lakin indiki bax bu görüşümüzü biz istəyirik elə bir formatda aparaq ki, gələcəkdə əgər siz qrupda işləsəniz, yəni öz tədqiqat qrupunuzda sizdə bir anlayış olsun ki, ümumiyyətlə qrupun görüşü necə keçirilir. Mən istəyirəm sözü verəm tutor rəfiqələrimə. İrina xanımdan başlayım. Biz həmişə görüşümüzü niyyətlə başlayırıq. Buyur İrina. Salam qızlar. Niyyətimiz birləşmək olsun. Birləşmək Yaradanın işığını cəlb eləmək üçün və bu işığı, bu nuru bütün insanlara çatdırmaq üçün. Yəni mən rusca desəm görəsən mən başa düşəcəklər. Azərbaycanca çox gözəl danışırsan. Okey. Yəni mən bu qədər dedim. Birləşək, birləşək bir olaq, birləşək bir olaq. Çünki məqsədimiz birdir. Yaradana çataq hamımız. Bir insan kimi, bir adam kimi, bir niyyətdə, bir ürəkdə. Açıqdır bizdə mikrofon, ötürürük. Buyurun. Hamı kim istəyir öz niyyətini deyə bilər. Hə, bizim həqiqətən də Kabalaya gəlməyimizdə hamımızın ən böyük niyyətimiz bizim birləşməmizdir. Çünki bütün Kabalada keçdiyimiz bütün dərslər, bütün demək olar bu metodikada göstərilən hər bir instrumentlər bizim birləşməyimizə yönəlib. Mən də gəlmişəm sizinlə birləşək və öz birliyimizlə Yaradanı məmnun edək. Bəli, birləşək, birliyimizlə Yaradanı məmnun edək və bizim bugün yaradacağımız bu birliyin mərkəzindən Yaradana dua qaldıraq ki, Yaradan bizə düzgün niyyət versin və bizi düzgün elə birləşdirsin ki, biz Kabala elmini qavraya bilək. Çünki burada bizim keçdiyimiz hər bir mövzuların məğzi və əsas şərti anlayışda odur ki, biz onu müəllimlərimiz dediyi kimi şuurla deyil, biz yalnız niyyətimizlə təsir edə bilərik ki, biz nə isə həqiqətən anlaya bilək. Yəni biz bu elmi başqa bir şuurla anlayırıq. Qəlbimizdən gələn o istəyin gücü ilə. Gəlin bunu birlikdə eləməyə çalışaq və qızlarımızı da düşüncəmizdə, fikrimizdə cəlb edək ki, qızlarımız da gəlsinlər. Lexayım, ötürürəm. Yəni İlhamə. Bəli, birləşək, bir olaq, birliyimizlə Yaradan sevindirək, Yaradan da bizdən bunu istəyir. Amin, Leyla. Bəli, qoy biz niyyətimizi yalnız ona yönəltməliyik ki, bizim bu birliyimizə Yaradanın nuru gəlsin. Yalnız mənbəyə qaytaran nur bizim daxilimizdə dəyişiklik edə bilər. Bizdən isə sadəcə olaraq xarici hərəkət lazımdır. Yəni zahiri hərəkət. Çünki qəlbimizdə heç kim heç kimin niyyətini bilmir. Hər kəs öz niyyətinə görə öz qarşısında cavabdehdir. Lali, sən ötürürəm.
Lale danışa bilirsən? Danışa bilmirsənsə çata yaza bilərsən, Vali. Bəli. Aynur, sən əlini qaldırmısan? Bəli, kiçik düzəliş eləmək istəyirdim. Biz indi Lexaim deyirik. Laliyə qəribə gələ bilər, ola bilsin birinci dəfə eşidir. Yəni bu sadəcə yəni Buney Baruxda tez-tez işlədilən bir sözdür. Yəni şərəfə mənasındadır. Yəni bir məqsəd bildirir. Ona görə biz belə dedik. Biraz tez oldu sizin üçün, üzr istəyirik, amma yenə də düşündüm ki, başa salmaq lazımdır. Sağ olun. Bizə Fatimə qoşuldu. Biz niyyət deyirik. Fatimə, sən niyyət nə olduğunu bilirsən. Biz görüşmüşük, demişik. Səndən gözləyirik. Nə niyyətlə başlayaq görüşümüzü? Salam, axşamınız xeyirli olsun. Mən indi çatmışam, ona görə indi Elə biz də Xoşladım. indi çatmışıq. Niyyətim uğurlu olsun, onu deyə bilərəm. Mən bir neçə müddətdir sizin aranızda yox idim. Müəyyən Ürəyimizdə idi. hadisələrə, sizlə yəni birlikdə idim, amma belə cismani yox idim. Niyyətim budur ki, elə həmişə daima belə Kabbala yolunda, daima sonsuza qədər yolumuzu davam edək. Öyrənə bildiklərimizi. Bu qədər məndən. Gözəl. Aynur dediyi kimi Lexaim, L ivrit dilində istiqamət göstərir, söz önüdür. Xaim də həyat deməkdir. Yəni həyat naminə deyirik biz hər sözün axırında. Onu şərəfə də deyirik, həyat naminə də. Yəni onda Lexaim, gəlin indi bugünkü görüşümüzə keçək. İlk növbədə biz başlamaq istəyirik. Ümumiyyətlə Kabbalada qadının rolu barəsində danışmaq istəyirik. İstəyirik ki, ümumiyyətlə biraz Mikhail Laytmanın qadının Kabbaladakı rolu barədə bir-iki parça oxuyaq sizinlə. Mən indi o oxuyacağımız parçaları Zoom-a qoyacağam və sizlə birlikdə oxuyacağıq. Bir dəqiqə. Bəli. Fatimə və yaxud Lali, kimin imkanı var? Buyurun. Birinci parça çatdadır. Bir dəqiqə. Bir dəqiqə. Buyurun. Fatima, başlayın Fatima. Aha. Kabala qəbul etmə elmi adlanır. Çünki o insanı sonsuz xoşbəxtliyə, ilhama, daxili sakitliyə və huzura, hüdudsuz dolğunluğa, biliyə və sevgiyə çatdırır. Həyatımızı necə belə edə bilərik? Məhz bu metodika Kabala elmi bizə bələdçilik edərək bu vəziyyətə necə nail olmağımız barədə aydın cavab verməlidir. Hər nə qədər bu elmin ilk növbədə kişilər üçün nəzərdə tutulduğu deyilsə də, bu yalnız əvvəlki nəsillərə aid idi. Onlar bu metodikanı qoruyub inkişaf etdirdilər ki, bizim dövrümüzə çatdırsınlar və müasir dövrün istifadəsinə uyğun hala gətirsinlər. Bugün biz görürük ki, dünyanın inkişafında qadınlar kişilərə nisbətən daha çox zərər çəkiblər. Qadın ona sığınacaq olan evini, ətrafında pərvanə olan və onunla birgə yaşayan övladlarını itirib. Onun valideynləri ilə, nəvələri ilə əvvəlki əlaqəsi qalmayıb. Çox sağ ol Fatimə. Lali, oxuya bilərsən? Aha, görünür Lalini yayındırırlar. Lali, bizə yaz çata əgər danışa bilmirsənsə. Və təsadüfi deyil ki, depressiyadan əziyyət çəkən insanların əksəriyyətini qadınlar təşkil edir. Axı kişi hətta qadınlara baxmaqdan belə həzz aldığı halda qadın kişiyə baxmaqdan heç bir zövq almır.
Ona kişi ilə daha daxili bir əlaqə lazımdır. Qadınların bu dərin daxili tələblərinə cavab vermək çətin olduğu üçün bizim dünyamızda onlar daha çox əzab çəkirlər. Qadının təmkinliyi və dözmək qabiliyyəti kişidən dəfələrlə artıqdır. Məhz buna görə də biz qadınların çəkdiyi əzabları onların əsl miqyasında hiss edə bilmirik. Əgər qadın öz təbiətini formalaşdıran ali qüvvə ilə, yaradanla əlaqə qurursa, bunu anlamağa və yaradılışın məqsədi, düşüncəsi ilə eyni istiqamətdə getməyə başlayan kimi dərhal özünü fərqli hiss edir. O özünü tamamladığını hiss edir. Bir ümid, gələcəkdən gələn uzaq bir nur yaranır. Onda təbiətlə harmoniyada inkişaf etdiyi və ümumi prosesin bir hissəsi olduğu hissi oyanır. Bu insana çox isti və xeyirxah bir duyğu bəxş edir. Bəli, bu bizim müəllimimiz Mixail Laytmanın sözləridir. Qadının rolu haqqında. Gəlin, davam edək. Və biz sizinlə indi bir dairə seminar edəcəyik. Seminarımızın konkret sualı yoxdur. Sadəcə rəfiqələrimizlə birlikdə və siz də artıq demək olar ki 26-cı dərs oldu, axırıncı dərs və bu 26 dərs ərzində sizdə bu qrupda işləməyin, yoldaşlarla birlikdə tədrisin, ümumiyyətlə təcrübi kabalanın əhəmiyyəti barədə müəyyən yəqin şəxsi fikriniz formalaşıb eşitdiklərinizdən və istəyirik ki, onu da bizimlə bölüşəsiniz. Mən indi sözü verirəm tutor rəfiqələrimə. Buyurun, açıq mikrofon, başlayaq, sonra isə Fatimanın da, Lalini də yəqin ki, eşidərik. Ümumilikdə, yəni təcrübi kabalanın əhəmiyyətindən danışırıq. Nəyə görə bu bizə lazımdır və bunun mühümliyi nədədir? Davay, onda mən başlayayım. Demək, məqalədə, indicə oxuduğumuz məqalədə qadının rolu haqqında deyilmişdi. Mən bizim müəllimimiz Mixail Laytmanın bir sözünü bu barədə çatdırmaq istəyirdim ki, qadın həyatı çox zərif və intuisiya ilə qavramaq qabiliyyətinə məlumdur. Söz yadından çıxdı. Malikdir. O həyatın, o ailənin, ocağın elə bil ki, qoruyucusudur və daxili harmoniyanın yaradıcısıdır. Bu bizim müəllimimiz Mixail Laytman qadın haqqında demişdi. Qadınlar həqiqətən də çox böyük qüvvəyə malikdirlər. Kabalada indiyə kimi bizim bu nəslə kimi qadınlara o qədər də böyük yer ayrılmırdı. Aparıcı qüvvə kabalada həmişə kişilər olubdu. Belə baxılıb, ancaq biz axırıncı nəsil hesab olunuruq. Bu axırıncı nəsildə qadınların rolu daha çox artmışdı və qadınların rolunun artmasında da bizim kabalada artmasında da bizim müəllimimiz Laytmanın çox böyük rolu var. Çünki kabala elminin yayılması ilə qadınların rolunun artması demək olar ki, eyni bərabərdə gedir. Hazırda demək olar ki, qadınlar kişilərdən daha çoxdur və bu yayılma prosesində qadınlar daha çox iştirak edirlər. Bu nə ilə əlaqəlidir? Mənə belə gəlir ki, bu mənim öz şəxsi fikrimdir. Həqiqətən də bizim indicə mən oxuduğum o parçada ki, qadınlarda intuisiya deyilən bir şey var. O çox yüksək səviyyədə inkişaf eləyib. Biz daha çox intuisiyamızla, daha çox o daxili duyğularımızla elə bil ki, irəli gedirik. Şuuraltı bizdə elə bil nəsə bizi irəli aparan bir qüvvə var, onu ilə gedirik. Kişilərdə bu daha çox oturmuş, demək, fiziki cəhətdən onların intellektində oturulan, onların daxilində oturulan bir şeydir. Amma bizdə intuisiyamızdadır. Yəni biz bu yolu belə, çünki evi də, ocağı da biz belə saxlayırıq.
qadın, biz hər şeyə, uşağa qarşı olan münasibət, ailədə o ailəni saxlamağa olan, ailənin birliyinə saxlamağa olan münasibət, yəni ki, bu biz qadınların əlindədir. Ona görə də biz bu kabalada bu yol qadınlar üçün daha çox önəmlidir. Yəni ki, qadınlar daha çox irəliləyici qüvvədir hal-hazırda. Üzrlü sayın, evdə biraz səs-küy var, ona görə orada dayandırıram. Ötürürəm. Vaxtı uzatmamaq üçün mən çox az danışacağam. Demək, Ravdan maraqlı şeylər eşitmişik biz. Yəni vaxtı çatanda siz də qulaq asacaqsınız o dərslərə, təbii ki. Demək, Rav bizə nələr başa salmışdı? Konqresdə bir dəfə yadımdadır, qadınlar nəsə suallar verirdi. Özdə çox belə bizə elə gəlirdi, biz onda hələ təzə gəlmişdik Kabalaya. Bizə niyəsə elə gəlirdi ki, qadınlar heç Kabalaya aid olmayan suallar verirlər, dəxli olmayan suallar verirlər. Amma Rav o qədər belə incə davranırdı qadınlarla. O qədər terpiliva. Təmkinlə yanaşırdı. Bütün suallarına cavab verirdi qadınların. Və sonda isə dedi ki, yəni bizi Misirdən qadınlar çıxardıb. Yəni onların istəyi, onlar bizi çıxardıblar. Ona görə onlarla yalnız belə davranmaq lazımdır. Qadın istəkdir Kabalada və bu barədə əslində çox danışmaq olar, amma həqiqətən ən istiqamət verici qüvvə qadındır Kabalada. Ümumiyyətlə, yəni maddi həyatda da belədir, amma Kabalada biraz daha böyük məna verilir qadına. Bəlkə sonra yeni nəsə əlavə eləyəcəm. Biz indi kruq eləyirik. Nurlan, sən nəsə əlavə eləmək istəyirsən? Çünki kruq getməlidir. İstəyirsən axırda eləyərəm. Fatimə, buyur. Yəni bir də təkrar eləyim. Biz deməli həm qadının rolu, həm də bundan sonraki kabalistik qrup daxilində təcrübə kabalada barədə sizin hansı düşüncələriniz var? Çünki dərslərdən artıq biraz eşitmişsiniz ki, biz tədqiqat qrupuna daxil olmalıyıq. Və bunun əhəmiyyəti barədə nə düşüncələriniz var? Nə eşitmişsiniz? Nə yadınızda qalıb? Nə yadımda qalıb? Belə deyim də sizə, mənim üçün ümumiyyətlə Kabalada və yaxud hazırki dünyada qadın həssas toxunuşdur. Yəni qadın hər şeyə həssas toxunur, hər şeyi belə deyim ölçür, biçir, bütün həndəsi bucaqlar ətrafında görür. Əgər Mikhail Laytman da öz fikirlərində qadını bu qədər yüksək səviyyədə görürsə, deməli o bütün bucaqlar altında qadının fikirləşdiyini tam əminliklə necə deyim izah eləyib. Tədqiqat qrupuna da keçməkdə belə deyim də mən indiyənə qədər çox dərin fərqinə varmamışdım ki, oturduğum, dinlədiyim bu dərslər mənə həyatda nə verdi, nə verəcək deyə bəzən düşünürdüm. Belə deyim sizə, aprel ayının 5-də mənim başıma çox böyük bir dəhşətli hadisə baş verdi. Əlimdə pasiyentim rəhmətə getdi, vəfat elədi. Mən həmən dövrdən, həmən gündən sonra başa düşdüm ki, Kabala mənə nə öyrədib? Mənə həqiqətən güclü olmağı, Tanrı ilə birbaşa ünsiyyətdə olmağı və baş vermiş dəhşətli hadisəyə qarşı məndə necə deyim, bir müdafiə, bir özünə güvən, bir yol çizməyi öyrədib ki, mən onu bu Kabalada göstərdiyi sxemlər formasında o yolu bugünkü günə qədər getdim. Necə deyim, çox yəni müsbət bir halla qarşılaşdım olan hadisəyə özümə qarşı
Belki başka bir insan olsaydı, yani çok dərin depressiyaya düşərdi. Necə deyim, zaten onları mən keçirtdim, amma bilirsiniz necə, bir qorunma altında, bu qorunma nə idi deyə özümə də sual verdim. Bəlkə kimsə mənim dediklərimi, necə deyim, bəsit başa düşər, bəlkə şişirdilmiş başa düşər, amma bu elə deyildi. Öyrəndiyim elm mənə bir yol göstərmişdi ki, mən onu gözə görünməz formada o yolu getdim. Və bunun üçün təşəkkür edirəm. Mən yəni Kabalanı belə gördüm özümdə bir necə deyim, elmin möcüzəsini gördüm ki, mən necə insan kimi yetişdim bu müddətdə. Oturduğum dərslər, öyrəndiyim o düsturlar mənə nəyi öyrətdi ki, mən dözümlü deməzdim. Yəni düsturla getdim və o yolları necə deyim, düzgün keçə bildim. Ölümün nəticəsi belə deyim, yəni insan ən əzizlərini belə itirəndə özünə bir neçə müddət gələ bilmir və xarici bir vətəndaşın prosedur zamanı vəfat etməyi, onun cavabların hansı formada gələcəyi filan, sonra məni gözləyəcək bir aqibət, qaranlıq dünya və s. və ilaxır. Amma mən o qaranlığı böyük bir nur içində gördüm. Hansı ki, o nur dərslərində mən oturmuşdum və onları çox ciddi formada oxumuşdum, yazmışdım. Onlar həqiqətən mənə bir işıq oldu, bir düstur oldu. Mən o qaranlığı görmədim. Öz həyatımda o dərin qaranlığı görə bilmədim. Fikrimdən keçdi, göz önümə gətirdim, vizual elədim ki, mən bu qaranlığın içindəyəm. Amma qaranlıq yox oldu, olmadı. Yəni, işıqlı bir şeylər başladı. Heç bir qaranlığı görə bilmədim. Yəni, açıq şəkildə deyim ki, məni türmə gözləyirdi. Yəni, nəticələr tam mənfi olsaydı, proseduru mən, necə deyim, ən yaxşı formatda da eləsəydim, yəni bu qaranlıq məni həbsə aparırdı və mən onu gözləyirdim, amma bu olmadı. Bu təmiz başqa formada oldu, böyük bir işıq oldu. O dərslərdə keçirilən nur mənim həyatımda yarandı. Mən, yəni, özünüz də gördünüz, mən bir neçə müddət mənim həmən anda telefonum da qırıldı, mən ümumiyyətlə heç kimlə ünsiyyətə keçə bilmədim. Yəni, böyük bir qapıların bağlandığı vaxtda o nur mənim orada saxladı. Hansı ki, o nurun mən düsturunu bildiyim üçün saxladı. O necə yaranır, mən içəri biçimdə egomu necə öldürdüm, onunla necə bacardım, necə nəyi istədim, hansı formatda niyyəti istədim ki, mən bugünkü gündə belə deyim, sağ, salamat, normal insan düşüncəsi ilə sizin aranıza qatıla bildim yenidə. Necə deyim sizə, yəni böyük bir hadisə idi, mən bunu paylaşmaq da olmurdu, yəni iş şəraitində baş vermiş bir hadisə idi, istənilməyən formada, amma mən detalları ilə çox danışa bilmirəm, sizi yormaq istəmirəm, amma o nur mənim həyatımda yarandı, o düsturla başa salınmış nur yarandı. Bir var, möcüzə formasında danışasan, nağıl formasında danışasan, amma elə deyildi. Mən bax, indi bunu anlayıram ki, həyatımda elmin mənə verdiyi, onlar oxuduqlarım məni oradan çıxartdı. Yəni, bir insani olaraq, insani hisslərə qapılaraq mən bunlardan çıxa bilməzdim. Yəni, bu dərin bir depressiya, ayılmama qabiliyyəti, gücün olmamağı, necə deyim, necə bacara biləcəm. Yəni, ölüm hadisəsindən sonra mən çox gərgin bir iş rejimində oldum, özümü itirmədim. Veriləcək cavablara çox düzgün cavab verdim və qətiyyətlə əmin idim ki, mənim tərəfimdən bir cavab çıxmayacaq, mənfi cavab çıxmayacaq ki, mən elədiyim bir prosedurdan nəsə baş verib. Necə deyim, o qaranlıq var idi, amma mən qaranlığı, necə deyim, özüm öz beynimdə canlandırırdım, amma o qaranlıq parçalanıb yox olurdu. Yəni, mən bunu bacardım, mən bundan ötürü sizin hər birinizə təşəkkür edirəm. Yəni, ən azından, necə deyim sizə, hər dəfə dərslər gələndə mənim emailimə də gəlir, bir xatırlatma olur, bir xanımlardan, yəni İlhamə xanım hər dəfə maraqlanırdı, yazırdı, bir narahatçılıq var idi. Yəni, ən azından bir zəncirvari bir dostluğumuz varsa da virtual, burada səsləndirdiyimiz niyyət və dualar da mənə böyük kömək olmuşdu. Mən onu daxildən hiss eləyirdim. Düzdür, qatıla bilmirdim, amma o demək deyildi ki, uzağam. Amma o nuru mən yaşadım öz həyatımda. Yəni, bunu yenə deyirəm, nə şişirdilmiş, nə möcüzəvi formada, qətiyyən bunu elə demirəm. Yəni, ətrafımda, iş yoldaşlarım, hər kəs soruşur ki, bu, yəni, onlar üçün möcüzəvi gəlir. Mən amma elmi öyrəndiyim üçün,
onu tətbiq elədiyim üçün, yəni mən onu möcüzə adlandırmıram ki, mən bunun açarlarının necə deyim, mənə veriblər də, mən açarları bildiyim üçün həyatla, o hisslərlə davranışı başa düşdüm. Və belə deyim, Tanrıdan başqa heç kimlə mən ünsiyyətdə ola bilmədim. Heç kimlə. İndiyənə qədər ünsiyyətdə olmuşam, kimlərsə çağırmışam, ruhları filanı, belə şeylərlə, amma qətiyyən bu müddətdə mən heç kimlə, heç bir məxluqatdan, heç kimlə ünsiyyətdə olmadım. Birbaşa o nur vasitəsilə mən o diyaloqlarımı yalnız bir şəxslə elədim. Vəssalam, bu qədər deyə bilərəm. Yəni, necə deyim, oturub məni qurtar da deyə bir, xilas elə də deyə bir söz demədim. Sadəcə olaraq, yəni özümü, necə deyim, necə qətiyyətli idim, necə özümə güvənirdim, bunları mənə kim verirdi, hansı elm verirdi, necə mən bu öz hisslərimlə, öz içərimdə olan o özümlə necə bacardığımı mən sizə anlatmaq istəyirəm ki, özümü necə deyim, nə allatmadım, nə müdafiə etmədim. Sadəcə olaraq öz hisslərimi cilovlayıb, nəyi, necə, harda düzgün formada eləyib, o nura çatdığımı məlumatlandırmaq istəyirəm ki, onu mən yaşadım. Mən təbii ki, istəmərəm kiminsə həyatında belə bir hadisə baş versin, ancaq hər hansı bir hadisə baş verməlidir ki, elmin əsl əsasının olduğunu sən başa düşəsən. Bu öyrəndiyim elm mənə bir təcrübə oldu bu başıma gələn hadisədə. Təcrübə deyəndə necə deyim, reallıq oldu ki, mən elmin əsasını gördüm, elm necə işləyir onu gördüm. Heç bir danışılan sözün, heç bir necə deyim, bizim Mixail Laitman olsun, onun digər şagirdləri danışdığı, hocaların danışdığı dərslər olsun, onlar boşa getməmişdi. Onlar məndə işləmişdi. Mən onlara saatlarla necə qulaq atmışdımsa, o işlədi mənim həyatımda. Yəni təcrübədən mən formada keçdim. Fatima, çox istəyərdik ki, sən bu dediklərini tələbə rəfiqələrimiz də işlərdi. Yəni çox gözəl olardı. Mən çox detallı danışmaq istəyərəm ki, orada... Yox, hadisəni demirəm. Hadisəni bizim maddi dünyamızda... Yox, hadisəni demirəm. Mənim özümün o hadisəyə qarşı hazırlığımı deyirəm. O keçdiyim o sxemdə olan o hərəkatı deyirəm ki, insanlar, yəni maraqları olarsa dərindən başa düşə bilərlər. Ona mən hazıram. Nə vaxt istəsəniz mən paylaşa bilərəm. Mən əminəm ki, belə imkanınız çox olacaq. Elə biz indi ondan danışırıq ki, bundan sonra biz artıq praktiki kabalada işləmək üçün və həqiqətən də təcrübədə indiyə qədər öyrəndiklərinizi tətbiq eləmək üçün artıq tədqiqat qrupuna daxil olmaq vaxtıdır. Və buna həm ruhən, həm də fiziki olaraq hazır olmaq lazımdır. Çünki bu artıq müəyyən bir məsuliyyətli dövrə keçirir sizi. Yəni artıq sizin öz qrupunuz olacaq, əlbəttə ki, kuratorlarınız olacaq, siz onlarla birlikdə irəliləyəcəksiniz və mən indi məndən sonra danışmayan rəfiqələrim var, onlar da əlavə eləyəcəklər. Biz öz tərəfimizdən nə demək istəyirik? Bu qrupun əhəmiyyəti barəsində ki, nəyə görə biz qrupda işləyirik? Bir daha prosta xatırladırıq, çünki müəllimlərimiz bu barədə danışıblar. Bizim hamımızın, ruhumuzun kökü fərqlidir. Və buna uyğun olaraq biz müxtəlif islah prosesləri keçirik, daxilən siz dediyiniz kimi. Zahirən maddi dünyada bu müxtəlif hadisələr kimi təzahür eləyə bilər. Kök budaq qanununa əsasən, yəni bu dünyada baş verən istənilən hadisənin kökü ali aləmlərdədir. Ona görə də Kabala elmi deyir ki, bizim islahımız fərdidir. Yəni mənim islah prosesimlə Fatimənin islah prosesi bir-birinə bənzəmir. Prosesin mahiyyəti baxımından. Amma burada müəyyən bir məqam var. Bu islah prosesində dəfələrlə eşitmişsiniz, biz enişlər və yoxuşlar və yaxud enişlər və yüksəlişlər deyən vəziyyətlərə keçirik və yaxud qaranlıq və işıq vəziyyəti deyirik buna, zülmət vəziyyəti. Müxtəlif cür adlandırılır bu vəziyyətlər Kabalada. Dərslərdən eşitmişsiniz, yenə də eşidəsiniz. Bu vəziyyətlərdə insan tək olanda, yəni o və onun daxilində gördüyü, hiss elədiyi, təsəvvür elədiyi fərqi yoxdur. Yaradanla düşünəndə ki, o əlaqədədir.
Belə bir eniş vəziyyətlərində o bu vəziyyətdən tək çıxa bilməz. Belə bir ifadə var, deyilir, heç kəs özünü həbsxanadan qurtara bilməz. Və qrupun birbaşa birinci o tədqiqat qrupunun da məqsədi odur ki, o bizə yaradanın və məqsədin ucalığını verir. Və yaradanın ucalığını və məqsədin ucalığı olmadan biz eniş vəziyyətindən qalxa bilmərik. Sonra biz yüksəliş vəziyyətinə gələndə biz də öz tərəfimizdən digər rəfiqələrimizə veririk o ruh coşqunluğun, ruh yüksəkliyin, yəni yaradanın böyüklüyü, məqsədimizin ucalığı. Yəni bax belə biz daima belə kaçeli deyirlər ruslar, o və kimsə yüksəlişdə, kimsə enişdə. Yüksəlişdə olanlar enişdə olanları qaldır və belə biz irəliləyirik. Buna görə və əlbəttə ki, bura həmişə eşitdiyiniz kimi ilkin mənbələr, müəllim, mühit. Bunların üçü mütləq olmalıdır. Bu baxımdan bunsuz ruhani inkişaf etmək mümkün deyil. Bəli, daxilən hamının özünün fərdi, intim bir münasibəti var ali qüvvə ilə. Yenə dediyim kimi ruhunun kökünə uyğun olaraq və bizdə ümumiyyətlə Kabalada daxili hissiyatlarımızı bölüşmək, yəni təqdirə layiq sayılmır. Nəyə görə? Ona görə ki, mən əmin deyiləm. Mən əgər daxili hissiyatlarımla, yəni yaradanla olan intim münasibətimlə, yoldaşlarımla bölüşsəm, bu onlara kömək edə bilər, yoxsa zərər verə bilər. Mən buna əmin deyiləm. Çünki müxtəlif daxili xüsusiyyətlərdən, daxili hisslərdən keçdiyimizə görə mən kiməsə zərər vura bilərəm istəmədən. Ona görə biz o hissləri saxlayırıq özümüzlə yaradana, amma bizə enerji lazımdır yaradanla işləmək üçün. Bax, o enerjini bizə qrupdan alırıq. Alırıq və yeri gələndə də biz də ona veririk. Və beləliklə biz bu al-ver münasibətində yavaş-yavaş irəliləyirik. Ötürürəm sözü Aynura. Bununla əlaqədar. Bəli, çox sağ olun. Qadınların vacibliyindən danışdıq. Yəni, nə əlavə eləyə bilərəm? Bir şey mən də bir Ravın nümunəsi dediyim bir nümunədən əlavə edeyim. Deyirdi ki, o video mənə tez-tez qarşıma çıxırdı. Ona görə yadımda qalıb. Rav deyirdi ki, qadınlar olmasaydı kişilər yalnız futbola baxardılar və pivə içərdilər, bir də top oynayardılar. Yəni heç nəyə layiq yəni heç bir irəliləyişə getməzdilər. Yəni onları irəliyə aparan qadının istəyidir və qadının gücüdür. Bəli, Fatimaya afərin demək istəyirəm. Yəni çox gözəl bir oput, necə deyir, Azərbaycanca oput, təcrübədir. Mən təbrik edirəm birinci növbədə Fatiməni, bu bir qalibiyyətdir. Əminəm ki, bunu yaradan idi və həqiqətən də sizin yəni bu dərslərdən və mənbələrdən aldığımız nur öz işini görüb həqiqətən də. Bəli, amma yenə də nəyə qaldıq? Əsas sualımıza qaldıq da, yəni təcrübi Kabalanın vacibliyi. Yəni bu nədən asılıdır? İlk növbədə mən özümə sual verirəm ki, mən bu, yəni düyməni basıb daxil olanda Kabala elmini öyrənməyə, mən bunu nəyə görə etdim? Nə məni sövq etdi ki, mən bu seçimi etdim? Əgər mən həqiqətən də yaradanla əlaqə qurmaq istəyirəmsə, əgər həqiqətən də mənim artıq yəni bu maddi dünyada o qədər də istəyəcəyim, yandığım bir istəklər yoxdur və istəklərin çoxsu, mən onları bir tərəziyə qoyanda görürəm ki, istəyin çoxsu ruhani aləmlərə aiddir. Yəni mən daha çox ruhani aləmləri istəyirəm qavramaq və yaradanı istəyirəm. Mən onu istəyirəm. Burada artıq elə də çox bir marağım yoxdur. Əgər mən həqiqətən də mən belə bir istəkdəyimsə, mən mütləq bu təcrübə qrupa daxil olmalıyam və orada qalmalıyam və onun vacibliyi həqiqətən də çox mühümdür. Məsələn, mən daxil olmaq istəmirdim. Çünki mənim xasiyyətim çox ağırdır. Mən insanlarla çox ağır yola gedirəm. Ona görə də insanlardan hər zaman qaçırdım. Mən belə amma çox istəyirdim ruhani aləmləri öyrənim ki, bu dünya necə qurulub. Çünki mən inanmırdım ki, insan dünyaya gəlir, məktəbə gedir, instituta gedir, sonra evlənir, uşaqları olur, sonra nə olur, sonra ölür, pensiya çıxır, hə. Bunun mənası nədir? Belə ola bilməz. Mən düşünürüm ki, burada bir Rusun bir sözü var, padvoq var. Nəsə burada nitodur. Mən onu bilmək istəyirdim. Ona görə mən yaradanı istəyirdim. Düşündüm ki, bunu kim bilər?
Düşündüm ki bunu birinci nəsə Yahudilərdən soruşmaq lazımdır. Çünki onlar hər şeydə birincidirlər. Nəsə onlarda var. Və mən başladım dua eləməyə. Dua eləməyə başladım ki, mən ruhaniliyə məşğul olmaq istəyirəm. Çünki daha çox ora istəyim yönəmlidir. Məni yönəlt düzgün yerə. Və mənim anam bir link göndərdi Mikhail Lightmandan və mən belə daxil oldum. Amma düşündüm ki, artıq öyrənəcəyəm bir elm kimi, amma qrupda işləmək istəmirəm. Çünki mən konflikt istəmirəm də, biraz xasiyyətim ağırdır. Bu an mənə başladı təsadüfən videolar qarşıma çıxmağa ki, əgər Rav Mikhail Lightmandan, onun da yəni vacibliyi mənim gözümdə çox böyük idi. Yəni çox görkəmli bir insan kimi onu görürdüm və mən ona inanırdım hər bir sözünə. Orada deyirdi ki, yaradanı başqa cür aşkar eləmək olmaz. Ancaq tədqiqat qrupunda. Başqa cür mümkün deyil. Sən alim ol, sən Zoharı əzbərlə, bu sənə heç nə verməyəcək. Sən sadəcə fəlsəfəçi kimi bir özünü ağıllı danışa bilərsən və salam. Amma sən heç nə hiss eləməyəcəksən. Sən əgər insanların hörməti lazımdırsa, buyur get. Amma əgər yaradan lazımdırsa sənə həqiqətən, bu yalnız yoldaşlarla işin arasında olur. Çünki yaradan yoldaşlarla münasibətin içində aşkar olur nəsə. Orada nəsə baş verir. Yəni belə, ona görə də təcrübi qrupda işləmək çox vacibdir. Əgər mənə yaradan lazımdırsa. Belə. İlham, sən də eşidək. Qadınlar rolu haqqında danışıldı. Həqiqətən Kabalada çox böyük əhəmiyyəti var. O, belə deyək də, tələyici qüvvədir, ruhlandırıcı qüvvədir. Onluğa gələndə onsuz mümkün deyil Kabalada durmaq. Yalnız onluq kimsə kömək edir. Kabalada qala, öyrənə, irəli gedə və ruhaniyyətdə olaq. Gedək. Buyur Nurlan hanım. Mən sadəcə bayaqlara əlavə eləmək istəyirdim. Mən belə görürəm ki, tema biraz dəyişir, qrupda işə doğru gedir. Qadınlara qalmış olanda onu demək istəyirdim ki, həqiqətən qadınlar çox mühüm qüvvədir. Yəni hətta adi bizim dünyamızda da belə bir söz var ki, kişilər başda, qadınlar boyun. Qadınlar hara yönəldir, kişilər ora gedir. Yəni qadınların qüvvəsi Kabalada çox güclüdür. Biz hal-hazırda çox böyük kişilərə çox böyük təsir eləyə bilirik, böyük təsir göstərə bilirik Kabalada irəliləyişə görə. Sadəcə olaraq bunu yenə də ancaq qrupda biz eləyə bilərik də. Qadın-kişi söhbəti deyəndə burada qohumluqdan və yaxud da ər-arvadlıqdan söhbət getmir. Burada sadəcə olaraq bu sistemə girirsənsə, bu qrupa girirsənsə, bu qrupda olan münasibətlərdən söhbət gedir. O ki, qaldı qrup işi, təbii ki, onluq, qrup deyəndə biz onluq nəzərdə tuturuq. Çünki gələcəkdə qrup formalaşanda hər bir qrupda 10 nəfər təşkil eləyir. 10 sfirot var və 10 nəfərdən ibarətdir. Yəni, hər sfira özünün öz xüsusiyyətini, öz xassəsi var, özünün öz xassiyyəti var deyək də belə. Bu çox mühüm lazımdır. Çünki bu qrupda, bu onluqda iş getməsə heç vaxt doğrusallıq əmələ gəlməyəcəkdir. O doğrusallıq bizim özümüzün bir-birimizlə münasibətlərimizdə yaranır. Biz o münasibətləri necə qururuq? Özümüz sevirikmi və yaxud nifrətmi eləyirik? İçimizdə bir ikrah hissi varmı? Biz bunu ancaq onluqda eləyə bilərik. Və yaxud da bu ikrahın üstündə sevgimi qura bilirik. Yəni, bu Kabala çox böyük metodikadır. Bu metodikanı da bizim uca müəllimlərimiz yaradıb. Bu metodika ilə də biz ancaq onluqda istifadə eləyə bilərik, qrupda istifadə eləyərik. Qrup olmasa, bunu həqiqətən də irəliləyiş mümkün deyil. Biz oradan, qrup özü işıq deməkdir. Qrup özü bir yaradan deməkdir. Yəni, biz elə bir ki, 10 nəfər birləşərik, bütövlük yaradırıq və biz orada bir yaradan yaradırıq. Böyük bir parçuf yaradırıq. Yəni, biz birləşərək öz aramızda işıq yaradırıq. O işığa da mükəmməlliyə doğru gedir. O işığa da başqa bir işıq gəlir. Daha mükəmməl işıq gəlir. Yəni, biz bunu ancaq onluqda, qrupda eləyə bilirik.
Tək başına biz bunu eləyə bilmərik. Tək başına o hissiyatları biz yüksəldə bilmərik. Təbii ki, qəlbində nöqtə olan insanların hər birində hiss var. Çox adamda var. Amma bu qəlbdəki nöqtə nə qədər açılır? O ancaq onluqda açılacaqdır. Tək başına o açılmayacaqdır. Ona görə də qrupda iş çox mütləq vacib lazımdır. Kim əgər özünü bu yolda görürsə, yəni elə belə mən oxudum, bayaq Aynur dediyi kimi, hə, mən fəlsəfi fikirlərim var, mən başqalarından fərqlənirəm, mən onlardan daha artıq bilirəm, mən onlardan hardasa artıq hiss eləyirəm. Yəni bu ancaq çox belə səthi bir səviyyədir də. Bu yüksəyə ruhaniyyətdə, mənəviyyatda yüksəyə aparan bir fikirlər deyil. Ona görə də qrup işi, onluq işi mütləq və vacib olan bir şərtdir. Aynur, əlavə eləmək istəyirsən nəsə? Əlini qaldırdınız. Bəli, mən istəyirdim Fatimaya müraciət edeyim. Əziz Fatima, sizi gözləyən bu tədqiqat qrupunda sizi çox maraqlı məşğələlər gözləyir. 2 kurs gözləyir dalbadal. Hərəsi deyəsən 10 həftədir. Bəli, 10 həftədir. Fillələr kursu, ondan sonra da Rabaş yaxınını özün kimi sev. Bu Kabala elminin əsas indi müasir dildə praktika deyirlər onlara. Biz təcrübə deyirik, bizim Kabala üzrə təcrübələrimizdir. Biz orada çalışırıq, oyunlar oynuyoruz, seminarlar keçiririk. Bu da çox böyük birləşmədə, çox böyük bir əhəmiyyət kəsb edir. Ona görə də sizin bugün bir şahid kimi Ruslar deyir, boyevoy zadaniye, öz rəfiqələrinizi oyadın, cəlb edin, əsaslı yerli görüşlərə gəlin, çalışın həm də birlikdə dərsləri qulaq asın. Dərslərdən sonra da çatı öz yəni təəssüratlarınızla bölüşün. Nəyə görə ki, yəni gəlməyən rəfiqələr hansı ki çatda var, onlar baxsınlar, təəssüratlansınlar sizdən, onlar da gəlsinlər. Bu sizə müsbət belə deyildi, bir xal qazandırır yaradan qarşısında. Yəni onda bir əta etmiş kimi olursunuz. Yəni belə. Çox sağ olun əziz rəfiqələrimiz, Fatima xanım. Fatima, oxuyardın çatda bizim bu söhbətimizi yekunlaşdıran Ravımızın bir sözləri var. Buyur. İcazənizlə mən də bir-iki kəlmə əlavə eləmək istəyərdim. Əslində biz bu görüşü niyə təyin elədik? Lali çox maraqlı bir post eləmişdi chatda. Ona bir balaca belə cavab vermək istəyərdim. Yəni o 20 İra, məzun biz ora çatacağıq bundan sonra. Eləmi? Hamımız, hə. Çünki mən ona söz vermişəm çatda və yəqin ki, çox ümid eləyirəm ki, Lali də, digər tələbələr də bu görüşün video yazısına baxacaqlar. Ona görə fərqi yoxdur, onlar indi bizlə buradadılar və yaxud yoxdular. Biz onu mütləq, çünki söz vermişəm, mən çox, Lali gəlmişdi görüşə, görünür, obyektiv səbəblərdən çıxmalı oldu. Ona görə, bəli, sözünü yadında saxla mütləq. Fatima, oxu zəhmət olmasa çatdakın. Yaradanın mühümliyi mühitdən asılıdır. Əgər mühit yaradana dəyər vermirsə, o mənim gözümdə kiçilir. Buna görə də yaradanın ucalığını aramızda daim artırmalıyıq. Qrupun, onluğun, təhsilin və müəllimin mühümliyi sonda hər şey aramızdakı yaradanın mühümliyinə gəlib çıxır. İnsan tək başına öz alma arzusuna, egosuna qarşı yaradanın vacibliyini qoruya bilməz. Çünki ego həmişə maddi həzləri daha mühüm göstərir. Güc mənbəyi, qrup, onluq burada bir akkumulyator rolunu oynayır. Hər kəs yaradanın böyüklüyü haqqında danışdıqda bu kollektiv düşüncə fərdin üzərinə təsir edir və ona yanacaq verir. Fokus, əgər qrupda yaradan deyil, yalnız fərdi uğurlar və ya maddi mövzular müzakirə olunarsa, ruhani hədəf dumanlanır. Nəticə, müəllim və kitablar bizə hədəfi göstərir. Qrup isə bu hədəfə çatmaq üçün lazım olan vaciblik hissini, enerjini təmin edir. Bəli, çox gözəl və konkret bir parçadır. Mən bunu çata da göndərəcəm. Və indi vaxt gəldi çatdı Lalinin sualına. Sual çox maraqlı idi. İndi oxuyum o sualı. Lali bizim o aləmlərin quruluşunu öyrənməyimizdən çox təsirlənib və öz daxili düşüncələrini bizimlə bölüşərək yazır. Daxilimdəki o 20%lik nuru hiss etdikcə hələ boş olan o 80%lik
boşluq üçün darıxıram. Bilmək istəyirəm ki, biz bu qabı necə daha çox nurla doldura bilərik. Mən bunlardan hansının daha həlledici olduğunu anlamağa çalışıram. Birincisi, yaradanla daxili dialoq, onunla hər an, hər nəfəsdə danışmaq, bütün duyğularımı onunla bölüşmək və bu emosional alış-verişdə bütün hisslərimi ona açmaq. Bu daxili bağın içində qalmaqmı nuru daha çox artırır? Yoxsa ətrafımızdakı digərləri Yaradanın bizə verdiyi o sevgini, nuru insanlara, dünyaya ötürmək, yəni əmələ çevirməkmi daha çox nur yaradır? Mən indi bu sualı çata yönəltmək istəyirəm. Görüm nə dərəcədə əgər hərflərin sayı çox olmayacaqsa, bəli, çatdı. Bəli, bizim Lalinin sualı çatdadır. Mən istəyirəm çox qısa, bizim vaxtımız çox azdır. Doğrudan da, çünki çox gözəl görüşümüz oldu və çox qısa istərdim ki, Laliyə hər bir tutor çünki bu bir tərəfdən mürəkkəb sualdır, bir tərəfdən də bizim üçün çox çeynənilmiş bir sualdır və hər gün biz bunun cavabını Ravdan eşitdiyimizə görə asanlıqla mən elə gəl bu suala cavab verə bilərik. Gəlin başlayaq. İra, səndən başlayaq, çünki sənin cavabın hazırdır. Çox sağ ol. Əslində qalanda biz bu suala daim cavab axtarırıq. Hər bir mərhələdə biz bu sualı özümüzə veririk. Çünki başlayırıq o 20%-dən, həmən o 20%-dən. Niyə? Çünki biz egoistik ilk növbədə. Yəni özümüz üçün biz o nuru alırıq, yəni daxilimizdə, duyğularımızda biz yaradanla ünsiyyət qururuq, onu hiss eləyirik, onu içimizdə hiss eləyirik, yəni ürəyimizdə və istək arzumuz, o istəklərimiz, arzumuz dolur nurla. Onda özümüzü çox rahat hiss eləyirik. Çox gözəl. Amma sonra isə biz həmən o nuru, o 80% ki deyirsiniz, o 80% biz mütləq, yəni o nuru özümüzdə saxlamamalıyıq, onu ötürməliyik. Və sadəcə rahat, o 20%, ondan sonra həmən o dediyin Lale 80% mütləq olmalıdır. Onu da biz harda əldə eləyirik? Qrupda. Maddi həyatda deyil. Kabala qrupunda olur o yalnız. Yəni biz onu burada ancaq işlədə bilərik. Yəni bu prinsipi ancaq burada işləyə bilərik, daha doğrusu. Yəni çünki bir-birimizə ötürə bilərik o nuru. Biraz yaxşı. Qoy ötürüm hələ. Mən tez deyim. Bu 20-80% bu şərtidir. Bu narahat olmayın. Əziz Lali, nə qədər lazımdır o qədər alacaqsınız. Yaradan bunu özü bilir. Heç biz özümüz bunu bilmirik. Əlaqə də olacaq, hiss də edəcəksiniz, danışacaqsınız da, heç narahat olmayın. Hər şey olacaq. Sadəcə olaraq tədqiqat qrupunda qalmaq lazımdır. Və kabalistlərin yolu ilə davam eləmək lazımdır və salam. Mən də qısaca deyəcəm. Sizin danışdıqlarınıza sadəcə olaraq əlavə eləmək istəyirəm. Lalinin orada soruşmağı ki, bu biz bu nuru yəni ancaq ötürməklə məşğul olmalıyıq və yaxud da ki, yoxsa əməllərimizləmi? Sonda nəsə belə bir şey var idi. Təbii ki, əməllərimizlə. Təbii ki, əməllərimizlə. Bu əməllərimiz də bizim ancaq onluqda Kabalanın öz mühitimizdə, öz içimizdə olan əməllərimizə aiddir. Yəni bizim o altruistik əməllərimiz hansı ki, xaricə yönəlib, maddi həyata yönəlib, o nəzərdə tutulmur. Ümumiyyətlə, bu dərslərdə biz ki, hansı keçirik, bizə o verilən tövsiyələr ki var, bizə o metodika ki, bizi öyrədir, burada hamısı aiddir, ancaq bu sistemin içinə daxil olanlara. Yəni, ətraf mühitin bizə heç bir aidiyyəti yoxdur.
Ətraf mühitdə bizim müəllimimiz də dəfələrlə deyib ki, ətraf mühitdə necə yaşamışıq, eləcə də yaşayırıq. Xasiyyətimiz necədir? Çalışırıq ki, təbii ki, zaman keçdikcə transformasiya gedir, amma necə varıq, eləyik. Biz dəyişmirik də ətraf mühitdə. Əsas islah gedir bizim içimizdə, qrupda. Ona görə də təcrübə qrupda mühüm, vacib lazımdır. Bizim islahımız əsas qrupda gedəcəkdir. Və əməllərimiz də bizim qrupda olacaq, təbii ki. Əməllərimiz də burada təbii ki, yönəlir ona ki, özümüzü nə qədər ləğv eləməyə bacarırıq, özümüzü nə qədər aşağılamağa bacarırıq, nə qədər dostumuzu yüksək tutmağı bacarırıq, nə qədər birləşməyi bacarırıq. Bunlar bizim burada olan hamısı əməllərimizdir. Ona görə də təbii ki, bu işığı biz əməllərimizin elə bil ki, əməllərimizi daha da yaxşılaşdırmaqla biz əldə eləyə bilirik. Götürürəm. Bəli, davam elətdirmək istəyirəm. Deməli, Lalə, mən də qoşuluram deyilənlərə və öz əlavəmi belə davam etdirmək istəyirəm ki, sənin yazdığın hər iki bənd əslində düzdür. Sadəcə olaraq biri digərindən doğur. Yəni, daxili iş, heç kim daxili iş ləğv eləməyib. Və görüşümüzün əvvəlində indi sən bu yazıya baxsan, biz dedik ki, bizim daxili niyyətimiz bizə aiddir. Və bunu biz yaradanla bizim hər birimizin ruhunun kökünə uyğun olaraq o bizim fərdi işimizdir. Lakin sən burada deyirsən, yoxsa ətrafımızdakı digərlər, yaradanın bizə verdiyi o sinəyə ötürmək. Elə haqlısan, yəni biz necə ki deyildi, nuru ötürürük. Lakin hələ insanlar, hələ dünya, hələ yaxın, qonşu və ümumiyyətlə Kabalada olmayan insanlarla sən belə bir qarşılıqlı nur alverinə girə bilməzsən də, belə demək mümkünsə. Nəyə görə? Çünki bu yalnız, nəyə görə biz tədqiqat qrupuna məşğul? Çünki bu yalnız o insanlarla ola bilər ki, o insanlar da sənin kimi eyni ruhani qanunlara istinad edərək işləyirlər. Yəni, bu ruh eşidilmirəm Kamerayı mən. söndür, yaxşı eşidilmir. Yaxşı. İndi necə eşidirsiniz? Hə, demək istəyirəm ki, yəni yalnız tədqiqat qrupunda səninlə bu ruhani qanunları öyrənən insanlarla sən nur alverinə girə bilərsən də, yəni yaradandan alıb vermək. Bu da nəyə görə? Əslində bizim verəcəyimiz bir şey yoxdur yaradana. Biz nə edirik? Biz Kabala elmi almaq haqqında bayaq öyrəndik. Almağı biz öyrənirik. Əgər biz yaradandan almağı düzgün öyrəniriksə, bu artıq yaradana verməkdir. Bu niyyətimizdədir. Amma yaradanı görmədiyimiz üçün, o gizli olduğu üçün, bunun üçün yaradan bizim qarşımıza, bizim yoldaşlarımızı, rəfiqələrimizi çıxarır. Amma bu yoldaşlar, bu rəfiqələr hələlik mütləq Kabala elmini öyrənən insanlar olmalıdır. Çünki kənar insanlarla bunu hələ ki təcrübə etmək mümkün deyil. Və buna əlavə olaraq Ravımızın bir yekun sözünü oxumaq istəyirəm, çatdadır. Bunları mən mütləq qadınlar çatına da göndərəcəm. Rav deyir, insan öz daxili səmimiyyətini yoxlamaqla vaxt itirməməlidir. Çünki ego bizi həmişə aldadacaq. Yəni, ego həmişə deyəcək ki, yəni ego özünə bəraət qazandıracaq, həmişə. O, bunu mütləq eləyəcək. Bunun əvəzinə xaricdən, hətta mexaniki görünsə belə, dostlara yaradanın əzəmətini nümayiş etdirmək lazımdır. Bu oyun zamanla daxili aləmi dəyişdirən bir mexanizmə çevrilir. Görün, necə gözəl ifadə edir bizim Ravımız. Ona görə də və bir sonunda da bir məsələni qeyd eləmək istəyirəm. Onu İra da dedi, Aynur da dedi. Bizim bu ali aləmlərin quruluşunu öyrənəndə bu 20%, 80% məsələləri bunlar şərtidir. Aydın məsələdir və bu heç bir halda bizim maddi dünyada aldığımız həzlərə onun aidiyyəti yoxdur. Əksinə, axırıncı dərsdə müəllimlər dedi ki, aviyyutu çox olan insanın islah olunması da daha güclü olur. Yəni, bu dünyada sən əslində almaq gücünün elə bir yüksək səviyyəsinə çatmalısan ki, oradan
artıq səni heç nə qane eləmir, sən yaradan istəyirsən. Yəni o ali maxlutu yadına sal, necə hər şey alırdı özünə. Bax biz o vəziyyətə gəlmirik. Ona görə maddi dünyada nə istəyirsiniz, alın, nə istəyirsiniz, can atın, əldə edin, bütün arzularınızı realizə edin. Amma burada söhbət gedir, yəni ruhani istəklərdən, yaradanı almaq istəyindən. Bax orada artıq biz ruhani qanunların təsiri altına düşürük. Ötürürəm İlhamiyə. Zamanla biz bunların hamısını o 20-80% qrupda işlədikcə bu hisslər bizə gələcək, gedəcək, oynayacaq və inşallah biz hamımız bu sınağı keçəcəyik və keçdikcə də hər şey yaxşı olacaq. Bağışlayın. Amin. Yıxayın. Fatima, bəlkə nəsə əlavə eləmək istəyirsən bu dediklərimizə? Yox, heç bir əlavəm yoxdur. Hər şeyi dinlədim. Mənim üçün qrupda olmaq, qrupu dinləmək, bu qrup işi çox böyük müsbət bir nəticə verib mənə. Yəni burada qeyd olunduğu kimi. Mən təşəkkür edirəm sizə yalnız hər birinizə. Tədqiqat qrupunda da olmaq mənim üçün xoş olar. Mən yəni çox istəyərdim ki, həmən qrupa qatıla bilim. Gözəl. Çox sağ olun. Və bizim bütün görüşlərimizdə adətən musiqi ilə biz bitiririk. Gəlin gözəl bir musiqiyə qulaq asaq. Mən yalnız musiqinin səsini bölüşəcəm. Və bütün rəfiqələrimizə ürəklər göndərək. Və şəkil çəkəcək indi. Səs yoxdur. Səs yoxdur. Səndə Vəfa, səndə deyəsən problem Səs var. batdı, Vəfanın ומרחוק נשמע שופר קורא לנו למקום ישוב דורות עבדנו בנחר מפת דרכים אל האוצר אל המגדל מלא כל טוב אנחנו נתאספנו כאן מהחיבור הוליד חזון צבעים בדור האחרון עכשיו אנחנו כאן לעולם מעשרות עד למאות וממאות לרבבות מבשרים על הבאות שבבים שמקבלים צורה מעגלים סביב נקודה כל העולם כמו משפחה אנחנו נתאספנו כאן מהחיבור נגשים חזון נבנה את הדור האחרון עכשיו אנחנו כאן מהחיבור נגשים חזון נבנה את הדור האחרון עכשיו אנחנו כאן לעולם
Çox sağ olun. Mikhail, Lexaim. Çox sağ olun. sağ olun, sağ Gecəniz olun. xeyrə qalsın. Fatimə, hər şey Gözləyirik yaxşı Fatimə. olacaq, Hər Fatimə. şey yaxşıdır Fatimə. 100% Ancaq Fatimə, birlikdə. 100%. Sadəcə birlikdə olmaq Hər şey yaxşı lazımdır. olacaq. Darıxma. Özünüzdən müğayət olun. Sağ olun. Sağ olun, sağ olun, sağ olun. Sağ olun, Biz də səninləyik. sağ olun. Fatimə, Fatimə, все будет хорошо. səninləyik. Bir Sağ ol. yerdə. Sağ ol. Sağ olun.